Aziz tamaşaçılar, mən Lənkəran sakiniyim. Rəşad Əliyev, hörmətli prezidentimiz cənab İlham Əliyev haqqında gözəl fikirlərini xalqımızla görüşmək istəyirəm. Bəli, aziz tamaşaçılar, nəzər yetirin. Qısa bir ulu önlərimiz Heydər Əliyev haqqında bir fikrini bildirmək istəyirəm, sonra fikrimi davam edəcək. Nəzər yetirin, aziz tamaşaçılar, 90-cı ildə Azərbaycanımız nə ağır şəraitdə yaşayırdı, aziz tamaşaçılar. Nəzər yetirin, 90-cı ildə hörmətli ulu öndər Azərbaycana gələndə Azərbaycanın vəziyyəti nə gündə idi? Ağır vəziyyətdə idi. Azərbaycanın üstünü qara buludlar almışdı. Azərbaycan hərzə mərzəsilik var idi Azərbaycanda. Cəmaatı söyürdülər, döyürdülər, güldürürdülər, güldürürlər, başa getmişdi Azərbaycanımızda. Ey gözəl xalqım, məhz bizi bugün gözəl yaşamağımızda vaxtıkən ulu öndər bizi xilas elədi. Ey gözəl xalq, bir nəzər yetirin mənim sözlərə. Analarımızın, bacılarımızın, atalarımızın göz yaşları Qarabağdan nə qədər meyitlər gəlirdi. Hər gündə nə qədər meyit gəlirdi Qarabağımızdan. Məhz ulu öndərimiz analarımızın göz yaşlarını saxladı. Dözmədi ulu öndərin ürəyi, qəlbi dözmədi. Müharibəni saxladı ulu öndər. Azərbaycanda, Qarabağdakı ölən Allah rəhmət eləsin, qalanlara uzun ömür can sağlamlığı qoymadı ulu öndər xalqımız qırılsın Qarabağda. Biz buna qiymət verməliyik və ona görə hörmətli prezidentimiz cənab İlham Əliyevə biz qiymət verməyi bacarmalıyıq. Çünki məhz ulu öndərin sayəsində mən bugün burada sağ qalmışam. Ey gözəl xalq, mənim kimi milyonlarla Azərbaycan igidləri, cavanları sağ qaldı. Məhz ulu öndərin sayəsinə. Yoxsa biz hamımız indi Qarabağda qırılmışdıq. Biz bu hörmətə görə hörmətli prezidentimiz cənab İlham Əliyevə qiymət verməyi bacarmalıyıq. Məhz onun atası hörmətli ulu öndərimiz, dahi lider, ulu öndər, dahi liderimizin sayəsində biz sağ qalmışıq bugün. Ailəmizin yanında biz hörmət eləməyi bacarmalıyıq. Hörmətli prezidentimizə şəxsən ulu öndər olmasaydı, ulu öndərimiz şəxsən bugün gəlib burada ailəmin yanında bu gözəl yaşamazdım. Ulu öndərin sayəsində mən sağ qaldım. Ölmədim, qırılmadım Qarabağda. Ey gözəl xalqım, bunu qiymətləndirməliyik, bunlardan danışın. Vaxtıkən ulu öndər bizi xilas elədi. Baxaydınız 90-cı ilin əvvəllərinə, baxaydınız da. Azərbaycanda terror, ateş paşanlıq, aləm dəymişdi bir-birinə. Hansı ki, Azərbaycanın prezidenti ola, Elçi bəy prezident olan vaxtında danışıram mən. Göz qabağındadır. Məhz ulu öndər bizi xilas elədi Azərbaycanda. Gəncə hadisələrinə baxın, nəzər yetirin. Ey gözəl xalqım, nəzər yetirin Gəncə hadisələrinə. Ulu öndər getdi, sakitləşdirdi oranı. Azərbaycanda qara qüvvələrin hamısını təmizlədi. Qara magiyaları Azərbaycanı dağıdırdılar. Azərbaycan olsa parçalanırdı Qarabağ tərəfdən. Bu yandan da Azərbaycanın içindəki qara qüvvələri, bugünkü magiyalar Azərbaycanı parçalayırdılar. Ey gözəl xalq, nə qədər ulu öndərimizin qoyduğu ulu öndər tarix qoydu. Tarix. Nə qədər prezidentləri var idi, bugünkü günə kimi tarix qoyan olmamışdı. Ulu öndər tarix qoydu. Bəli, ulu öndəri biz qiymətləndirməliyik. Bizim fəxrimizdir ulu öndər və fəxrimizdir İlham Əliyev cənabları. Biz bunlarla qürur duyuruq. Biz fəxr eləməyə dəyər. Bizim üçün bunu vaxtıkən ulu öndər yaratdı bunu. Bu gözəl yaşamağımızı, rahat, firavan yaşamağımızı. Biz də nə ölmüşdük, getmişdik Qarabağda. Sümüklərimiz də çürmüşdü. Ey gözəl xalq, ey Azərbaycan xalqı, bunlardan danışın. Qoymadı bizi qırılmağa. Gündə bəlkə 200-500 dənə ölü gəlirdi. Analarımızın göz yaşları durmurdu.
Nasıl ulu öndərimizin sahasına nə qədər cavanlar mənim kimi, nə qədər cavanlar, nə qədər igidlər sağ-salamat qaldı. Ateş fəşanlığı saxladı, müharibəni saxladı, qoymadı bizi qırılmağa. Baxın, gördünüz gözəl yaşayırıq, ey gözəl xalqım, bunlardan danışın. Ey gözəl xalqım, nə qədər danışsın ulu öndərimizdən, Heydər Əliyev cənablardan qurtarmaz. Heydər Əliyev cənablarının Azərbaycanı bütün dünyaya tanıtdırdı. Bizi kim tanıyırdı? Heç kim. Bizi bütün dünyaya neftimizlə Azərbaycanı heç kim tanımırdı, heç bir dövlətlər. Bilmirdiniz, Azərbaycan var ya yoxdur. Məhz ulu öndərin sahası bütün dünya Azərbaycanımızı tanıdı. Qürur verici oldu. Bəli, qürur verməyə dəyər. Ulu öndərlə qürur verməyə dəyər. Prezidentimizlə qürur verməyə dəyər. Hörmətli Mehriban xanım Əliyeva ilə Azərbaycanın vitse-prezidenti bundan qürur verməyə dəyər. Bunlarla qürur verməyə dəyər. Bunlardan danışın. Hörmətli prezidentimiz Cənab İlham Əliyev haqqında öz fikrimi də bildirmək istəyirəm. Mən şəxsən kiçik sahibkaram. Cənab prezidentim məktub yazdım hörmətli prezidentimə ki, hörmətli prezidentim, mən kiçik sahibkaram, mənə vəsait ayrılmanı xahiş edirəm. Hörmətli prezidentim göstəriş verilmişdi. Mən kiçik sahibkar üçün dövlət tərəfindən vəsait ayrıldı. Baxın, ey gözəl xalq. Baxın, öz biznesimi qurdum, kiçik biznesimi. Hörmətli prezidentimizin sahibkarlara göstərdiyi qayğı nəticəsində evimi tikmişəm. Hörmətli prezidentimizin sahəsinə maşın da almışam, mənə ayrılan vəsaitin hesabına. Siz sahibkara ayrılan vəsaitin hesabına maşın da almışam. Buyurun, bu da mənim işlədiyim yerdir. Hörmətli prezidentimizin mənə ayırdığı vəsait hesabına öz kiçik biznesimi qurmuşam. Buyurun, ey gözəl xalqım, tamaşa edin. Öz kiçik biznesimi qurmuşam, rahat yaşayıram. Hörmətli prezidentimlə də mən qürur duyuram. Qürur duymağa da dəyər. 20 il mən hörmətli Cənab prezidentimiz İlham Əliyevlə qürur duyuram. 20 ildir Yeni Azərbaycan partiyası ilə qürur duyuram. Bu da mənə vəsiqəm və burada qürur duyuram. Bugünkü günəşim. Bunu bizim üçün hörmətli prezidentimiz Cənab İlham Əliyevin atdığı humanist siyasətini mən həmişə dəstəkləmişəm, dəstəkləyəcəm. Ey gözəl xalq. Nəzər yetirin, sosial yardım ayrıldı Azərbaycan xalqımız üçün. Azərbaycan xalqımız sosial yardımdan bəhrələnir, öz ailələrini saxlayırlar. Kasıb təbəqələr üçün. Bunu kim eləmişdi? Heç bir prezident eləməmişdi. Məhz hörmətli Cənab prezidentimiz İlham Əliyev cənabları bu işləri gördü biz üçün. Xalqımız sosial yardım alır, öz rüfaqını yaxşılaşdırır. Bizə nə lazımdır? Gözəl şəraitdə yaşayırıq. Bəyan yox, səyan yox, istədiyimiz kimi rahat yaşayırıq. Vaxtıcan qorxaqlıqda yaşayırıq, indi rahat müstəqil dövlətdə yaşayırıq, demokratik dövlətdə yaşayırıq. Bundan artıq hörmətli prezidentimiz nə eləməlidir? Hər bir şey görüb biz üçün. Verici oldu. Bunu biz qiymətləndirməliyik. Hər bir Azərbaycan vətəndaşını qiymətləndirməlidir. Qürur verici oldu. Prezidentimiz nə qədər ki, Azərbaycan xalqının iş yerləri olsun, nə qədər sayı hesabı yoxdur. Onun hamısını biz qiymətləndirməliyik. Ey gözəl xalqım. Baxın, nəzər yetirin. Sahibkarlar üçün, məktəb sahibkarlar üçün ağırarsa hər bir sahəni prezident ofisi şəxsən nəzarət altındadır prezidentimizin. Bu şeylərdən danışar, ey gözəl xalqım. Bunları biz qiymətləndirməliyik. Biz qara qüvvələrdən bizə heç nə çıxmaz, ey gözəl xalqım. Keçmişizə baxın, bugünkü yaşayışınıza baxın. Gör, nə qədər gözəl yaşayışda yaşayırıq. Keçmişimizdə qorxu altında yaşayırdınız. Ulu önlərimizin sahasına Azərbaycan düzəldi. Bugünkü günü də onun davamçısı hörmətli prezidentimiz Cənab İlham Əliyev Azərbaycan xalqımız üçün, sahibkarlar üçün, şəxsən hörmətli prezidentimiz nəzarəti altında sahibkarlar üçün
Mən şəxsən qürur duyuram, mən sahibkar şərait yaradım. Mənim ki, milyardlarla sahibkarlar var. Mən bir kiçik sahibkarım. Məktub yazmağımla hörmətli prezidentim göstəriş verdi, mən üçün şərait yaradıldı. Evim yox idi, ev tikdim. Evim yox idi, ev tikdim. Maşınım yox idi, maşın da aldım. Gözəl öz sənətimlə, öz sahibkarlığımı da qurdum. Hörmətli prezidentimiz cənab İlham Əliyevin sahəsində. Bəli, bu qürur verici oldu, ey gözəl xalq. Mənim kimi milyardlarla, milyonlarla sahibkarlara hörmətli prezidentimiz vəsait ayırıb. Bunları qiymətləndirməliyik biz. Qürur verici haldır. Fəxr eləm prezidentimlə. Mən heç kim prezidentimdən döndərə bilməz. Qürur duymuşam, qürur duyacağam. Hörmətli prezidentim, sizin arxozda gedirəm mən. Xalqımız da sizin arxozda getməyə çağırıram. Ey gözəl xalq. Hörmətli prezidentimizi vaxtikən seçmişik. Çünki bilirdik ki, bizi heç kim, ondan başqa bizi heç kim qutara bilməz. Qara qüvvələr bizi qutara bilməz. Məhz bizi prezidentimiz cənab İlham Əliyev bizi bu böhrandan qutarıb və qutaracaq da. Göz qabağında da prezidentimizin gördüyü işlər. Ey gözəl xalq. Hörmətli Mehriban xanım Əliyev, Azərbaycanın vitse-prezidenti. Gedirik ona ağız açırıq. Hörmətli vitse-prezidentimiz Mehriban xanım Əliyeva. Övladlarım xəstədir, övladlarımızın müalicəsi üçün vəsayət lazımdır, obsi. Gedin o qara qüvvələr niyə vermir ki pul sizə? Çünki bilirsiniz ki, onların cibində heç nə yoxdur. Yalan vədləri verilir Azərbaycan xalqına. Azərbaycan xalqını hər gün aldadırlar bugünkü günə kimi. Məhz Mehriban xanım Əliyeva, Azərbaycanın vitse-prezidenti. Xəstə uşaqlara, Azərbaycanda nə qədər xəstə uşaqlar gedib məktubla müraciət edirsiniz, dərhal ona hörmətli Mehriban xanım Əliyeva, Azərbaycanın vitse-prezidenti dərhal onu xaricdə, Amerikada oldu, hər bir yerdə oldu, onları müalicə etdirir. Bunlar hamısı qürur verici haldır, ey gözəl xalqım. Bunlardan danışın. Nə qədər gör prezidentimiz dializ xəstələri var. Nə qədər gör dializ xəstələri var, prezidentimiz şəxsən onların nəzarəti altındadır. Göstəriş verib onlara dövlət prezident öz vəsaiti hesabından onlar üçün pul ayırır. Dializ xəstələri üçün. Görsünlər də Azərbaycanda qara qüvvələr var, Azərbaycanı çövrənlər. Görsün də bir dənə iş görsün, biz də deyək ki, bu iş gördük. Cibləri boş gürüldəyirlər. Cəmaat tələ bilir ki, bunlardan onlara nəsə gələcək. Onlardan bizə heç nə gəlməz. Gəlsəli bu neçə ili gələrdi. Amma hörmətli prezidentimiz cənab İlham Əliyev həmişə xalqımızın oduna yanıb, bugünkü günəcən. Analog olmayan işi hörmətli prezidentimiz gördü. Onlardan heç bir manat Azərbaycan xalqına xeyir gəlməyib. Bugünkü günəcən o qara qüvvələr var, Azərbaycanı içərdən qarışdırır. Mən deyirəm, heç kimə də qorxmuram. Mənim dalımda hörmətli prezidentim durub. Mən ondan qürur edirəm, o da mənim arxamda durub. Nazirimiz durub mənim arxamda, hörmətli Daxili İşlər Naziri, cənab Ramil Yusupov. Bəli, mənim kimi adamlar xalqın qururudur. Hörmətli prezidentimizlə də qürur duymuşam, qürur da duyacağam. Heç kimə də qorxmuram, heç bir qara qüvvələrdən də qorxmuram. Mən Lənkərandayam. Bakı Astara yolunun üstündə də mənim uçanımdır. Heç kimdən də qorxum yoxdur. Qürur duymuşam, qürur da duyacağam. Heç kim mənim prezidentimdən döndərə bilməz. Mənim qürurumdur o. Ölərəm, prezidentimdən dönmərəm. Eşitsin bütün Lənkəran, bütün Azərbaycan bunu eşitsin. Bütün qara qüvvələr, magiyalar eşitsinlər. Azərbaycanın bir prezidenti var, cənab İlham Əliyev. Başqa prezident biz tanımırıq, tanımayacaq da. Qürur duymuşam, qürur da duyacaq. Prezidentimizin arxasına da gedirik. Azərbaycan xalqını da, ey gözəl Azərbaycan xalqı, sizi səsləyirəm mən buradan, efir vasitəsi ilə. Cənab prezidentimizin arxası ilə gedər, gözəl həyat bizi gözləyir qabaqda. Biraz səbirli olaq, hər şey düzələcək, ey gözəl xalq. 1 milyon məcburi köçkünlərimizi onlar üçün ev tikildi, illik 11 min manat onlara vəsait ayırdı hörmətli prezidentimiz. Bunu kim elədi? Hörmətli prezidentimiz elədi. Onlara biz, ey gözəl xalq, qiymət verməyi
Heç kim bizi xilas edə bilməz bugünkü günü. Yalnız bizi xilas eləsə cənab prezidentimiz İlham Əliyev cənabları eləyə bilər. Bunu siz də bilirsiniz. Gör nə qədər hörmətli Mehriban xanım Əliyeva, nə qədər Azərbaycan xalqımız üçün işlər gördü. Bunu biz qiymətləndirməyə bacarmalıyıq. Ey gözəl xalq, bunlardan danışın. Ey gözəl xalqımız, bunlardan danışın. Azərbaycanın qara qüvvələri Azərbaycan üçün ancaq Azərbaycanı qarışdırmaq istəyir. Hansı xəstəni bu gün müalicə elətdirib? Görsətsin də. Görsətsin göz qabağındadır. Hansı xəstəni müalicə elətdirib? Hansı xəstə, nə bilim, hansı harada məktəb tikib? Heç yanda. Heç bir iş görməyib Azərbaycan. Ancaq Azərbaycanın qara qüvvələri magiya deyirlər onlara. Ancaq Azərbaycanı içindən qarışdırmaq istəyirlər ki, Azərbaycan çövülüş eləsinlər, köynə çövülüş eləmək istəyir. Onu elə bilməyəcəklər. Biz demişəm, deyəcəyəm də. Azərbaycan yeganə dövlətdir ki, bizi bugünkü günü qutaran İlham Əliyev cənablarıdır. Bizdir. Hörmətli prezidentimizdən başqa heç kim bizi baladan qutara bilməz. Ey gözəl xalqım. Baxın prezidentin də gördüyü işlərə, qara o magiya qüvvələr var ya Azərbaycan içində bəzi partiyaçılar. Oranın da gördüyü işlərin birini görsədim də ey gözəl xalq. Bəzi adamlar var, qaçırlar onları tərəf. Yalancı vədlərə. Göy də gürüldüyür da. Onların da gördüyü işdir. Əgər iş görüblərsə Azərbaycanda o bəzi partiyaçılar var, gürüldüyürlər göy kimi. Heç nə yoxdur ortada. Cibləri də boşdur. Heç nə yoxdur orada. Onların da işinə baxın, hörmətli prezidentimizin də gördüyü işlərə baxın. Hörmətli prezidentimiz cənab İlham Əliyevin gördüyü işləriniz 1% yox, yarım faizini onlar görə bilməzlər. Bundan sonra onların bir 50 ildə ömürləri olsa. Hörmətli prezidentimizin gördüyü işlər göz qabağındadır. Məktəblərdir, tibb ocaqlarıdır. Nə qədər sayını, nə qədər danışsam da bunlar qutarmayacaq usta. Bunlara qiymət verin. Hörmətli ulu öndərimizin gördüyü işlərə qiymət verin. Onlardan danışaq, ey gözəl xalqım. Mehriban xanım Əliyevanın gördüyü işlərdə Azərbaycanın vitse-prezidenti nə qədər getdim bu uşaqlara. Çıxsın ortaya, geçsin. Nə qədər görə Azərbaycanda internatlar var, sayı hesabı yoxdur. Bir dənə internatın bir il ərzağını aparsın versin də o bəzi partiyalar var, gürüldüyürlər. Gürüldüyüb danışırlar. Aparsın bir il ərzağını versin də, niyə verə bilmir? Çünki cibində heç nəyi yoxdur. Ey gözəl xalqım, biz prezidentimizə qiymət verməyə bacarmalıyıq. Çünki bizi bu xilas elədi. Necə yaxınlarda xilas elədi, kasıb küsübü. Azərbaycan xalqında kasıbları xilas elədi. Yenə də bu bizi xilas edəcək. Biz bundan başqa heç kim içindən çıxarda bilməz. Ey gözəl xalqım, uymayın o yalançı vədlərə. Onlardan sizə heç nə çıxmaz. Baxın da, baxın göz qabağında. Onların da olaya iş görürlər. Heç bir iş görmürlər. Amma prezidentimizin gördüyü iş göz qabağında 20 ilin içində. Bütün sahibkarlara, bütün Azərbaycan xalqına, kasıblar üçün hər yerdə şərait yaradır. İş yerləri açın, kasıblar dolansın. Mən vaxtıykən kasıbın biriydim. İndi bugünkü günü normal yaşayıram. Gözəl səliqə, normal yaşayıram. Kimin sahəsində? Hörmətli prezidentimiz cənab İlham Əliyevin sahəsində. Çünki niyə? Vaxtıykən yazdığım məktub, hörmətli prezidentə məktub yazmışdım. Yəni kiçik sahibkar olmağıma görə məktub yazmışdım ki, hörmətli prezidentim, mən kiçik sahibkarım, mənə vəsait ayrılmağını xahiş edirəm. Göstəriş verdi, araşdırıldı, göstəriş verdi hörmətli prezidentimiz, mənə vəsait ayrıldı. Mən o kasıbçılığın daşını atdım. Hörmətli prezidentimizin ayırdığı vəsait hesabına sahibkar üçün, kiçik sahibkar mənə ayrılan vəsait hesabına evimdə düşmüşəm, maşınım var, hər bir şəraitimi yaratmışam. Sağ olsun, var olsun. Görsətdiyi qayğıya görə hörmətli prezidentimizin. Bundan artıq prezident nə etməlidir Azərbaycan xalqı üçün? Lazım olan qədər iş görüb, yenə də görəcək. Ey gözəl xalq, bunu biz qiymətləndirməliyik. Bizim fəxrimizdir prezidentimiz. Hörmətli prezident, biz sizin arxanızda gedirik, gedəcəyik də. Həmişə də demişəm, deyəcəyəm də. Ölərəm, hörmətli prezidentim, mən buradan efirəm, fikrimi bildirəm. Sizdən dönmərəm. Mənim qürurumsunuz siz. Canım fəda prezidentimə.
Ölərim prezidentimin yolunda ölərəm. Canım fadamanın prezidentimə. Sağ olsun, var olsun Allah prezidentimizi Azərbaycanın üstündən əsk eləməsin, bizim üstümüzə əsk eləməsin. Ey gözəl xalq, bir misal gətirirəm. Mənim dediyim sözü dinləyin. Ey gözəl xalq. Evimizdə valideynlərimizə hörmət eləməyi bacarırıq. Atamıza, anamıza, valideynlərimizə, böyüklərimizə hörmət eləməyi bacarırıq. Düzdürmü? Ey gözəl xalq. Məhz hörmətli prezidentimiz Cənab İlham Əliyev Azərbaycanın böyüyüdür. Necə valideynlərimizə hörmət eləməyi bacarırıqsa, ey gözəl xalq. Hörmətli prezidentimizə də hörmət eləməyi bacarmalıyıq. Hər bir vətəndaş. Necə valideynlərimizə hörmət eləyirik, hörmətli prezidentimizə də hörmət eləməyi bacarmalıyıq. Ondan qürur duymağa dəyər. Mən deyirəm bunu, ey gözəl xalq. Qürur duymuşam, qürur duyacağam. 20 il qürur duyuram, bugünkü günəcəm. Sağ olsun, var olsun. Allah bana uzun ömür, can sağlam prezidentimizə qismət eləsin. O gün olsun, Allah bana qismət eləyər. Prezidentimlə, cənab prezidentimlə bir dəfə üzbəüz görüşərəm onunla inşallah. Allah mənim arzum həyatda budur. Hər şey mən üçün eləyibsə, eləyib, mən üçün bəsdir. Bir dənə Allah mənə qismət eləyər, hörmətli prezidentimlə üzbəüz görüşərəm. O da Allah mənə qismət eləyər inşallah, Allahın köməliyi ilə. Mən üçün hər şey eləyib. Sağ olsun, tək mənim üçün yox. Bütün Azərbaycan xalqı üçün hər iş görür. Sağ olsun, var olsun. Allah onu üstümüzdən əski eləməsin, hörmətli prezidentimizi. Sağ olun, hörmətli tamaşaçılar. Baxımınıza görə təşəkkür edirəm.